Müqəddəs Kəlamda Qalatiyalar məktubunda çox güclü və ağır bir ayə var. Yazılıb ki, Allahın lütfünü rədd etmirəm. Əgər salihlik qanun vasitəsilə qazanıla bilsəydi, yəni xilas mənim salihliyim, mənim əməllərim vasitəsilə qazanıla bilsəydi və sonra çox ağır bir ayə yazılıb, Məsih boş yerə öldü. Əgər mən öz salihliyimə bugün güvənirəmsə, deyirəm ki, Məsih boş yerə öldü, onun əzabı, onun əziyyəti, mənə görə keçdiyi ağırlı yol, hər biri boş yerədir, çünki özümü xilas edirəm. Unuduruq Məsihin o salihliyin. Romalılara məktub 3-cü fəsil 20-ci ayədə yazılıb ki, qanuna əməl etməklə heç bir insan Allahın önündə salih sayılmayacaq. Amma indi isə Allahdan gələn bir salihlik zahir olub. O salihlik Məsihə iman edən hər bir şəxsə verilir, heç kimə fərq qoyulmadan. Bu salihlik bizim deyil, Məsihin salihliyidir ki, ona iman gətirənlərə verilir. Bugün bizim əlimizdəki o salihlik paltarı bizim deyil, Məsihin salihlik paltarı biz geyinmişik, onunla öyünməyək. Çünki bizim salihliyimiz Allahın gözündə murdar bir əskiyə bənzəyir. Allah bizə baxanda o Məsihin salihliyi sayəsində bizə bəraət verir.